Yəni bizim meyvələrdən dünyada yoxdur Samir bəy. Dünyada yox. Dadı, gözəlliyi, ətri bizim meyvələrdən yoxdur. Sonra deyirlər, çox adam bilirim, mədən ağrıyırsa banan ye. Sonra deyirlər ki... Üz dərini gözəlləşdirmək istəyirsənsə, banan qabığını üzünə sürt yeyəndən sonra. Əslində düzdür, yoxsa yalan? Düzdür. Düzdür. Mədə ağrılarına da kömək eləyir banan. Ümumiyyətlə, həzmi yaxşılaşdırır. Banan. Deyəsən, kilo da verir amma. Nə yiysən kilo verəcəkdir. Çox yiysən kilo verəcək, az yiysən verməyəcək təbii ki. Həm də yəqin tamaşaçılarımızın bilənlər var, bilməyənlər də bilsənlər ki, banan da, hər banan da yeyilmir. Elə bananlar o kartof kimi bişirilir, qızardılır. Amma biz marketlərdə gedib onu da allıq, elə bildik ki, deyirik hərdən bu niyə belə dadsızdır? Niyə bu, məsəl üçün, belə göm-göydür, dadsızdır, heç dadı yoxdur, elə bilsən kaldır. O kartof kimi yeməkdə bişirilir. Amma biri də var ki, sırf elə meyvə kimi yeyilən banan.